Salam problemlər girdabında boğulan Azərbaycan vətəndaşları. Azərbaycan Saat Radiosunun efirində xəbər blokunun vaxtıdır. Bu gün də sizə Azərbaycan reallıqlarından mən Türkiyəli Azərtürk bəhs edəcəyim. Dünən 2 hərbiçimiz şəhid olub. Aynı Express Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, mayın 8-də qoşunların təmas xəttində düşmənlə atışmada Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Əli İntiqamoğlu Heydərov şəhid olub. Əli İntiqamoğlu Heydərov Bakının Qobu qəsəbəsindən hərbi qulluğa çağırılıb. Yaxınlarının Aynı Expressə verdiyi məlumata görə mayın 10-da onun ad günü olmalı idi. Hərbi qulluqçu Heydərov cəbhənin Tərtər istiqamətində qəhrəmancasına şəhid olub. Şəhidin cənazəsi biraz öncə Qobu qəsəbəsinə gətirilib. Şəhidlə vida mərasimi sabah keçiriləcək və o Qobu qəsəbə qəbirstanlığında dəfn olunacaq. Heydərovun 2 qardaşı və 1 bacısı var. Digər bir hərbi qulluqçumuz aprelin 2-də Tərtər istiqamətində keçirilən döyüş əməliyyatlarında ağır yaralanmış kapitan Nəcməddin Alifoğlu Savalanov dünən Bakı Hərbi Hospitalında dünyasını dəyişib. Şəhid Nəcməddin Savalanov sabah İmişli rayonunda torpağa tapşırılacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bəzən gözlənilməz siyasi qərarları ilə məşhur olan Rusiya prezidenti Vladimir Putin Bakıya təcili bir günlük səfər imkanını nəzərdən keçirir. Bu barədə Rusiya hakimiyyətinə yaxın mənbədən Virtual Azorgun Moskva bürosuna bildirilib. Mənbənin bildirdiyinə görə Vladimir Putinin Bakıya səfəri ən yaxın zamanda baş tuta bilər. Bundan savayı Rusiya prezidentinin təyyarəsinin Bakıya səfərə hazırlanması barədə göstəriş də verilib. Bakıya səfərə gözlənilməz hazırlıq Rusiya prezidentinin hansısa təcili missiyasından xəbər verir. Bununla birgə mənbə əlavə edir ki, yekun qərar Vladimir Putinin həm Azərbaycan hakimiyyəti, həm də Ermənistan iqtidarı ilə məsləhətləşmələrindən sonra veriləcək. Qüdrət Həsənquliyev Azərbaycan təcili Rusiya ilə danışıqlar aparıb Avrasiya Gömrük İttifaqına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmalıdır sözünü öz başına və əbəs yerə deməmişdi. Nəbz yoxlayırdılar. Bilmək istəyirdilər ki, Azərbaycan 5 rayon müqabilində müstəqilliyini itirsə, xalqın reaksiyası necə olar? Görünür, hakimiyyət o qənaətdədir ki, xalq bu işə 5-50 razıdır. Aprel ayındakı 4 günlük müharibə bir neçə nəsil idi ki, dondurulmuş vəziyyətdə qalan Dağlıq Qarabağ münaqişəsinin buzunu əritdi. Bu barədə məşhur Britaniyalı jurnalist, analitik və Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssis Thomas Deval Politika Avropa qəzetində dərc etdiyi məqaləsində yazır. Onun sözlərinə görə atəşkəs rejiminin bərpa edilməsi barədə razılıq əldə olunsa da bu baş vermədi. Mübaliğəsiz deyə bilərəm ki, Azərbaycan və Ermənistan-Bosniya münaqişəsinin 200 addımlığındadır. Bu isə bütün region üçün zərərli ola bilər, analitik həyəcan təbliğ çalaraq bildirir. Val qeyd edir ki, Qarabağ üzrə əldə olunan razılaşma bir neçə ildir ki, gərginlik altındadır. Hər iki tərəf qoşunların təmas xəttinə ağır texnikasını yeridib. Aprelin 2-də atəşkəsin pozulması böyük çata səbəb oldu. Böyük ehtimalla Azərbaycanın məqsədi Ermənistan ordusunun müdafiəsini yoxlamaq və erməniləri danışıqlar masasına daha zəif halda oturtmaq olub. Azərbaycan ordusu işğal altında olan ərazilərin bir hissəsini azad etdi və sağlam qüruru yenidən bərpa etdi. Qarabağ üzrə mütəxəssis yazır. Qarabağda gərginliyin yenidən artacağını deyən Val məqaləsində bildirir ki, hər iki tərəfin kütləvi şəkildə silahlanması ondan xəbər verir ki, yeni toqquşma 1991-1994-cü illərdən fərqli olaraq daha dağıdıcı ola bilər. Bundan başqa qonşu ölkələrdə də narahatlıq artır. Məsələn, Azərbaycanlı və ermənilərin yaşadığı Gürcüstanda. Bakı-Tbilisi-Ceyhan neft kəməri bu ölkədən keçir və hədəf seçilə bilər. Beləliklə, təhlükəsizlik vakumu ya ciddi sülh danışıqları ya da böyük toqquşmalarla dolacaq, məqalədə vurğulanır. Analitik hesab edir ki, Azərbaycan yeni danışıqlar prosesi istəyir və hərbi gücündən rıçaq kimi istifadə edir. Ermənistan hərbi təzyiq altında razılığa gəlmək istəmir və təhlükəsizlik qarantiyası tələb edir. Valın sözlərinə görə Azərbaycan və Ermənistan arasında balanslaşdırılma bundan xəbər verir ki, Rusiya Qarabağda gündəmi müəyyən etmə iqtidarında deyil. Rəsmi Bakı kimi İrəvanın da Rusiyanın niyyətləri ilə bağlı şübhələri var. Analitik hesab edir ki, hər iki tərəf Rusiyanın regionda təsir gücünü artırmaq məqsədi ilə sülh məramlarının yerləşdirilməsi planını bloklaya bilər. Buna görə də əgər vəziyyət gərginləşərsə, Rusiya bunun öhdəsindən gələcək demək biraz sadəlövlük olar. Bu isə Amerika Birləşmiş Ştatları və Fransa üçün problemlər yaradır. Heç bir ölkə beynəlxalq balanslaşdırma planını təklif etmək üçün kifayət qədər iş görməyib deyə Val bildirir. Onun fikrincə Qarabağ münaqişəsi üzrə danışıqlarda irəliləyiş əldə olunmasa, Azərbaycanı qane etməyən təkliflər irəli sürülsə, böyük ehtimalla Bakıda keçirilən Formula 1 yarışlarından sonra iyunun sonlarında yeni müharibə başlayacaq.
Biz ancaq ümid edə bilərik ki, Qafqazda çox intensiv hərbi əməliyyatlar və bunun region üçün təhlükəsi çoxdandır davam edən münaqişənin həllinə diqqəti yönəldəcək deyə məqalədə bildirilir. Mayın 4-də Cenevrə şəhərində Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini, adı Maliyyə Naziri Samir Şərifovla birlikdə cəsusluqda halldanan Xələf Xələfov və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Zeyd Red Əl-Hüseyn arasında görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı arasında münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda Ermənistanın işğalçı siyasəti, bu işğal nəticəsində 1 milyondan artıq məcburi köçkünün yurd yuvasından didərgin düşməsi, Ermənistanın atəşkəs razılaşmasına əməl etməməsi və digər məsələlər müzakirə olunub. Amma Xələf Xələfov daha bir məqama toxunub və bu məqama xüsusi diqqət çəkməyə vacib hesab edirəm. Xələf Xələfov bildirib ki, ölkədə insan hüquqlarının bütünlüklə təmin olunmasında Ermənistan-Azərbaycan münaqişəsi əngəl törədir. Azərbaycan hökuməti müharibə amilindən həmişə öz maraqları üçün istifadə edib. Ölkə daxilində hakimiyyətə tənqidlər səslənsə də, ölkə xaricindən əsaslı ittihamlar irəli sürüləndə bunu erməni lobbisinin sifarişi, ermənipərəst qüvvələrin məşri kimi qiymətləndiriblər. Yəni daxili auditoriyanı çaşdırmaq, qanunsuz əməllərə don geyindirmək üçün uzun illərdir erməni amili əsas arqumentə çevrilib. İndi də ölkədə insan hüquqlarının pozulmasını müharibə amili ilə bağlayırlar. Müharibə, torpaqların işğal olunması ölkəyə ciddi zərbədir, dövlətin potensialını zəiflədir. Bu ərazilərdən istifadə edərək iqtisadiyyatı, turizmi və digər sahələri daha da inkişaf etdirmək olardı və s. Amma ölkədəki korrupsiyanı, hüquqsuzluğu, ədalətsizliyi, saxtakarlığı müharibə amili ilə bağlamaq riyakarlıqdır. Əksinə, müharibə şəraitində olan ölkədə bütün neqativlər aradan qaldırılmalı, xalqla hakimiyyətin birliyi təmin edilməlidir. Bu gün Qarabağ qazisi Asif Yusiflinin şərlənərək həbs olunmasının müharibəyə nə dəxli var? Məgər Ermənistanın 20% ərazini zəbt etməsi ölkədə 80-a yaxın siyasi məhbusun olmasını zəruriləşdirirmi? Son 10 ildə ölkədən 95 milyard dollar pul çıxarılıb, bunun müharibəyə nə aidiyyatı var? Siyasi hakimiyyət seçkiləri saxtalaşdırırsa, məhkəmələr oyuncaq quruma çevrilibsə, söz azadlığı məhdudlaşdırılıbsa, Azərbaycan korrupsiyanın səviyyəsinə görə ön sıralarda dayanırsa, bunun müharibə ilə heç bir əlaqəsi yoxdur. Əksinə, hökumət dövlətlə, xalqla müharibə aparır və nəticədə eybəcər mənzərə yaranır. Bütün dünya Azərbaycan hakimiyyətindən demokratik öhdəliklərə əməl etməyi tələb edir. Amma Azərbaycan hakimiyyəti israrla demokratiyadan qaçır. Ölkənin bütün sahələri iri məmurların monopoliyasındadır, azad sahibkarlıq məhv edilib və bunun Ermənistan-Azərbaycan müharibəsi ilə əlaqəsi yoxdur. Əgər müharibə bu qədər əngəl törədirsə, bütün vəzifəlilər necə milyarderə çevrilib? Ölkənin bu ağır vəziyyəti icra başçılarına, komitə sədrlərinə, nazirlərə niyə təsir etməyib? Niyə 2,5 milyon vətəndaş borc bataqlığında çırpınır, amma 5-10 ailə dünyanın hər yerində bahalı villalara sahib olur? Məgər müharibə hökumətdən günahsız insanları ləkələməyi, 100 milyarlarla neft pulunu talan etməyi, ölkəni şəxsi təsərrüfata çevirməyi, hakimiyyət kürsüsünü əbədi zəbt etməyi, təhsildən tutmuş təhliyəyə qədər bütün sahələri korrupsiyaya bulaşmağı mı tələb edir? Bugün münaqişə hələ də davam edirsə, ölkədə bütün hüquqlar tapdaq olubsa, vətəndaş dilənçi vəziyyətinə düşübsə, bunun yeganə səbəbi hakimiyyətdir. Çünki hakimiyyət 20% torpaq uğrunda deyil, 80% işğal etmək uğrunda çalışır. Lobbi təşkilatlarına diasporaya xərclənən pullar dövlətin deyil, hökumətin təbliğatı üçün nəzərdə tutuldu. Bugün hüququ pozulan minlərlə insan Avropa məhkəməsinə şikayət göndərir və bu şikayətlər müharibədən yox, hökumətin məhv etdiyi məhkəmə sistemindəndir. Bir sözlə, hökumətin ölkəyə vurduğu zərəri müharibənin üstünə atmaq əvəzinə Ermənistanın Azərbaycana vurduğu zərərləri dünyaya çatdırmaq lazımdır. Bir neçə gün öncə Azərbaycan daha bir ilki imza atdı. Bu dəfə dərin ağıl sahibləri tərəfindən idarə olunan ölkəmizdə dünyada ilk dəfə olaraq dövlət səviyyəsində bir tualetin açılış mərasimi keçirildi. 90 min manatlıq tualetin açılış mərasimi Azərbaycanın dövlət himni ilə açıq elan edildi. Beyləqan rayonundakı 4 saylı məktəbin həyətində keçirilən mərasimdə iştirak edən Yaponiyanın Azərbaycandakı səfiri və Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev də təntənəli surətdə bu tualetin qırmızı lentini kəsdilər. Belə ki, Yaponiya hökumətinin ot köşkləri və insan təhlükəsizliyi qrant yardımı ilə Beyləqanda tikdirdiyi və bu günlərdə açılışı olan ayaq yolu ilə bağlı müzakirələr gündəmdən düşmür. Məsələnin tənqid olunmasına isə rayon icra hakimiyyəti əsəbi reaksiya verib.
Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Telman Məstənov Aynes presi açıqlamasında deyib ki, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin belə yüksək səviyyəli sanitar qovşağın açılışında başçının iştirakına verdiyi reaksiyanı başa düşə bilmir. Bu çox yüksək səviyyəli sanitar qovşağıdır. Başçının iştirakına belə reaksiyanı anlaya bilmirəm. Bu söhbəti etməyə ayıbdır. Sanitar qovşağını bu şəkildə təqdim edən adamlar görsəydi ki, o necə bir qovşaqdır, məsələyə belə münasibət bildirməzdilər, deyə o vurğulayıb. Panama Papers kimi tanınan 11 milyon ifşa edici sənədin yayılmasının arxasında duran şəxs cəzalandırılmayacağı vəd edilərsə, üzə çıxıb təhqiqata kömək edəcəyini bildirib. Bəyanatda deyilir ki, cəzalandırılmayacağına təminat verilərsə, o prokurorluq orqanlarına afşar pulların sahiblərinin araşdırılmasında kömək etməyə hazırdır. Mənbə bildirir ki, qanunsuzluğu sual doğurmayan əməlləri faş edən şəxs mühakimə oluna bilməz. Panama hüquq firmalarının birindən sızdırılmış sənədlər dünyanın bir çox zəngin insanlarının, dövlət və hökumət başçılarının qanunsuz yollarla toplanmış sərvətlərini necə gizlətdiklərini ifşa edir. Özünü qondarma John Doe adı ilə təqdim edən anonim deyir ki, sənədlərin orijinallarını prokurorluğa təqdim etməyə hazırdır. Bu ona görə mühümdür ki, bir sıra ölkələrin hüquq mühafizə orqanları sənədlərin surətini sübut kimi tanımır. Bundan başqa John Doe bildirib ki, jurnalistlər ona 11,5 milyon sənədin hamısını araşdırmaq iqtidarında olmadıqlarını bildiriblər. Lakin o təhqiqat orqanlarına daha geniş miqyasda kömək etməyə hazırdır. Cümə axşamı yazılsa da cümə günü səhərə qədər açıqlanmayacağına təminat verilmiş bəyanatda özünü John Doe adlandıran bir sıra şəxsi siyasi narahatlıqlarını da ifadə edib. Alman jurnalist Friedrich anonim mənbə ilə çatda olduğunu təsdiqləyib. O deyib ki, mübarizəsinin başlıca hədəfi gəlirlərin ədalətsiz bölgüsüdür. ABŞ mətbuatı yazır ki, bu bəyanat Obama administrasiyasının Panama sənədlərinin araşdırılması üçün göstəriş veriləcəyinə dair bəyanatı ilə eyni günə təsadüf edib. Bizim maliyyə sistemimiz varlı, qüdrətli və korrupsiyalılara öz aktivlərinin gizlədilməsi üçün şərait yaratmamalıdır, deyilir bəyanatda. Heç kəs özü üçün ayrıca qaydalarla oynamamalıdır. Panama sənədləri əvvəlcə Almaniyanın məşhur qəzetində sızdırılmış və bu qəzet tərəfindən dünyanın aparıcı media qurumları ilə paylaşılmışdı. Qəzetin əməkdaşları anonim mənbə ilə şifrələnmiş saatda söhbət etdiklərini təsdiqləyiblər, lakin onun milliyyəti, cinsi və vətəndaşlığı barədə heç bir məlumat almadıqlarını deyiblər. Qəzet Vaşinqtonda mənzillənmiş beynəlxalq təhqiqat jurnalistikası konsorsiumu ilə əməkdaşlıq edir. Bu konsorsiyuma 100-ə media qurumu daxildir. Panama sənədləri mətbuat səhifələrinə ötən aydan hissə-hissə çıxarılmağa başlayıb. Panama sənədlərində Əliyevlərin gizli holdinqləri barədə də məlumatlar var. Konsorsiyum bildirib ki, sözü gedən sənədlərdə 12 hazırki və keçmiş dövlət və hökumət başçılarının adları var. Bu sənədlərdə 200 dövlət və ərazi ilə əlaqəsi olan 214 min afşar şirkətlərdən söhbət gedir. The New York Times qəzeti yazır ki, indiyədək açıqlanmış sənədlərdə Rusiya prezidenti Vladimir Putinin uşaqlıq dostuna aid 2 milyard dollarlıq aktivlər, Azərbaycanda uzun müddət hakimiyyətdə olan Əliyevlər ailəsinin holdinqləri barədə ciddi məlumatlar var. Mənbə nə indi, nə də keçmişdə heç bir hökumət, dövlət və ya cəsus təşkilatlarında çalışmadığını bildirib. O, həmçinin onda olan sənədləri götürməkdən çəkinən bir sıra tanınmış media qurumlarından da məyus olduğunu yazıb. Bu həftə BMT araşdırmacı jurnalist Xədici İsmailovanın cəsarətini dəyərləndirdi. 2014-cü ilin dekabrından Azərbaycanda əsassız olaraq həbsdə saxlanılan jurnalistin anası Elmirə İsmailova Dünya Mətbuat Azadlığı günündə Helsinkidə 25 min dollarlıq mükafatı qəbul etdi və qızının həbsdən yolladığı məktubu oxudu. ABŞ-ın nüfuzlu The New York Times qəzeti mayın 6-sında dərc olunmuş redaksiya məqaləsində belə yazır. Məqalə birinci ledi və həbsdəki jurnalist adlanır. Bu gecə buraya yığışmısınız. Xahiş edirəm mənim işimi, cəsarətimi tərifləməyin. Özünüzü hər birinizin mətbuat azadlığı və ədalət naminə görə biləcəyi işə həsr edin, Xədicə yazırdı. Məqalədə qeyd olunur ki, jurnalisti mükafatlandıran UNESCO simvolik bir addım atmaqla onun çağırışını yerinə yetirə bilər. 2004-cü ildə Azərbaycan prezidentinin xanımı Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri elan olunub. UNESCO ideallarını, adları, şöhrətləri ilə təbliğ edən bir qrup tanınmışın siyasına salıb. Ancaq xanım Əliyeva UNESCO-nun ideallarını, o cümlədən informasiya azadlığını irəli aparmaqdan çox qurumun adını batırır. Bu titul geri alınmalıdır, deyə qəzet yazır. Məqalədə Xədicənin prezident İlham Əliyev və ailəsinin gizli maliyyə holdinqləri aşkarlandığına görə 7 il yarımlıq həbs cəzası aldığı qeyd olunur.
Panama sənədləri jurnalistin araşdırmalarının dəqiqliyini ortaya qoydu. Qəzet yazır ki, Xədicə hökumətin təqiblərinə, şantajlarına boyun əymədi və həbsdən də hökumətin ifşasını davam etdirir. Vəkil Amal Klone İsmailovanın işini Avropa İnsan Hüquqları Məhkəməsində müdafiə edəcək. Bu arada beynəlxalq liderlər də Azərbaycanın jurnalisti və digər siyasi məhbusları buraxmağa çağırmalıdır, yazıda vurğulanır. UNESCO-nun sözcüsü deyib ki, qurum ötən aydan xoşmərallı səfirlərin siyahısını yenidən gözdən keçirməyə başlayıb. Kimlərin bu işi davam etdirəcəyinə sonda qərar veriləcək. İsmailovanın mükafatlandırılma mərasimində UNESCO təmsilçiləri bəlli olmayan səbəbdən jurnalistin dərhal buraxılmasına çağırmadı. Bu dəqiqə ancaq onu deyə bilərəm ki, Azərbaycan hökuməti ilə təmaslarımız davam edir. UNESCO-nun sözcüsü qəzetə elektron məktubunda belə yazır. The New York Times vurğulayır ki, UNESCO-nun baş direktoru, BMT-nin baş katibliyinə namizəd Irina Bokova yenə də bu addımı atar. Jurnalistin buraxılmasına çağırış edə bilər. Hələ ki, gec deyil. Londonda keçirilən mer seçkisində Labourist partiyasının namizədi, Pakistan əsilli Sadiq Xan qalib gəlib. Britaniya paytaxtına qarşıdan gələn 4 ildə rəhbərlik edəcək bu şəxs haqqında nələr məlumdur? İndiyədək Xan bütün maneələrə baxmayaraq həmişə qalib gəlib. London meri seçilməsi onun növbəti qələbəsidir. Şəxsi məlumatları nədən ibarətdir? Xanın 45 yaşı var, evlidir, 2 qızı var. Labourist partiyasının üzvü, Britaniya parlamentinin millət vəkilidir. İnsan haqları sahəsində hüquqşünas işləyib, Liberty İctimai Fondunun sədri olub. Sadiq Xan Avropa İttifaqının üzvü olan ölkədə ilk müsəlman paytaxt meridir. Valideynləri Amanullah və Sehrun Britaniyaya Pakistandan 1960-cı illərdə onun doğulmasından az əvvəl mühacirət ediblər. O 7 oğlan və 1 qız uşağı olan ailənin 5-ci övladıdır. Atası 25 il müddətində avtobus sürücüsü işləyib, Sadiqin dediyinə görə pis də qazanmayıb. Ailə Londonun cənub-qərbindəki balaca bir evdə yaşayırdı. Sadiq qardaşları ilə buradakı yerli Ernest Bevin orta məktəbinə gedirdi. Bu məktəbi xuliqan yuvası kimi tanıyırdılar. Sadiq qardaşlarından biri ilə 2 qat çarpayının üst qatında yatırdı. O, ailə evini 20 yaşına dək tərk etməmişdi. Lakin artıq orta məktəbdə oxuyarkən Sadiq siyasətlə maraqlanmış. 15 yaşında Labourist partiyasına üzv olmuşdu. O, bacarıqlı şagird idi. Futbola, boksa və kriketə böyük marağı vardı. Ailədə uşaqları İslama hörmət ruhunda böyüdüblər. Sadiq özünü müsəlman hesab edir və inancının onun üçün çox mühüm olduğunu vurğulayır. Özünün yeni mer kimi ilk çıxışında Sadiq Xan atasının ona Məhəmməd Peyğəmbərin kəlamlarını necə öyrətdiyindən də söz açıb. Məktəbdə oxuyarkən o diş həkimi olmaq istəyirdi və ona görə də bütün gücünü riyaziyyat və fizika fənlərinə vermişdi. Lakin siyasətə erkən maraq onun hüquqşünas karyerası barədə düşünməyə vadar etmişdi. Xan deyirdi ki, o qardaşları ilə stadiona gedəndə tez-tez öz ünvanlarına irqçi təhqirlər eşidirdilər. O danışırdı ki, məhz bu səbəbdən futbola evdə baxmaq daha təhlükəsiz idi. O, Liverpool klubunun azərkeşi idi. O, Şimali London Universitetinə daxil olmuş, bundan sonra Fisher firmasında insan haqları sahəsində iş təcrübəsi keçmişdi. Elə həmin vaxtda Sadiyə Ahmedlə evlənmişdi. Maraqlısı odur ki, o da hüquqşünas idi və avtobus sürücüsünün qızı idi. Onların Anisah və Ammarah adında 2 qızları var. Cəmi 3 ildən sonra Sadiq həmin firmanın partnyoru olmuş, Toyting dairəsində yerli şurasına üzv seçilmişdi. O 2005-ci ildə həmin dairədən Britaniya parlamentinə üzv seçilib. Həmin il o parlamentə düşən milli azlıq deputatlarından 5-dən biri idi. Parlamentin aşağı palatasında seçkilərdən 2 ay sonra o 7 iyul London partlayışları ilə bağlı parlaq çıxışları ilə yadda qalmışdı. Həmin vaxt London metrosunda və avtobusda partlayışlar törədilmişdi. Tony Blairin istifasından sonra Xan Labourist partiyasının rəhbərliyində Ed Ball və Gord Brownla birlikdə mərkəzi mövqe tutub. 2009-cu ildə sabiq Xan Labourist hökumətində nəqliyyat naziri təyin edilmişdi. O, hökumət kabinetində ilk müsəlman nazir idi. Həmin vaxt parlamentdə cəmi 4 müsəlman millət vəkili vardı. 2010-cu ilin seçkilərində Xan parlamentdəki mandatını böyük çətinliklə qoruya bilmişdi. Belə ki, son 13 ildə Labouristlər ilk dəfə idi seçkini uduzurdular. Sadiq Xan namizədliyini verərkən əsas ümidini həmkarlar ittifaqlarına bağladığını demişdi və həqiqətən də bu ona xeyli səs qazandırmışdı. Lakin bundan bir qədər əvvəl o Labouristlərin yeni lider seçkisində Ed Milibandın seçki kampaniyasını aparmışdı. Bundan sonra onu kölgə hökumətində ədliyyə naziri təyin etmişdilər. Labouristlərin 2015-ci il seçkisində məğlubiyyəti və Ed Milibandın istifası Sadiq Xanın karyerasına son qoymadı. Həmin seçkidən az sonra o London meri seçkisinə namizədliyini irəli sürəcəyini elan etmişdi.
Bu seçki kampaniyasında onun rəqibi Mühafizəkar Partiyasından olan milyarder idi. Seçki mübarizəsində xüsusən də onun son mərhələsində Sadiq xan üçün xeyli çətinlik yaranmışdı. Belə ki, onu terrorçularla əlaqədə, hətta onları məhkəmə qarşısında müdafiə etməkdə günahlandırırdılar. Valla cəmaət xulqan yuvasından çıxıb önəmli vəzifələrə yüksəlir. Bizimkilər isə vəzifələri yüksəldikcə daha çox xulqanlıq edirlər. Xulqanlardan söz düşmüşkən, Eldar Mahmudovun dəstəsi ilə bağlı istintaq yekunlaşıb və məlum olub ki, məhkəmə qapalı keçiriləcək. Cinayətkar qrup yaratmaqda, banditizm, korrupsiya və adam oğurluğu cinayətlərində itham olunan Akif Çovdarovun və ləğv olunmuş MT-nin digər generallarının işi üzrə istintaq başa çatıb. Prokurorluq materialları məhkəməyə verməyə hazırlaşır. Bu barədə məlumatı Virtual Azorg saytı yayıb. Məlumatda deyilir ki, mühakimə olunanların hamısı hərbiçi olduğundan onların işinə hərbi məhkəmədə baxılacaq. Bundan başqa o da bildirilib ki, generalların məhkəməsi qapalı keçiriləcək. Tanınmış hüquqşünas Femida 007 qəzetinin baş redaktoru Əyyub Kərim bildirib ki, işə hərbi məhkəmədə baxılması qanunvericiliyə zidd deyil. Çünki MT əməkdaşları hərbiçi sayılırlar. Məhkəmənin qapalı keçirilməsinə gəlincə isə Əyyub Kərim bunu doğru saymır. Əvvəla bu işdə dövlət çevrilişi, dövlət sirrinin yayılması ilə bağlı hər hansı itham yoxdur. Hər halda rəsmi qurumların yaydığı məlumata görə bu adamlar vəzifə səlahiyyətlərindən sui-istifadədə, vəzifə səlahiyyətlərini aşma, rüşvət alma, dələduzluq, hədə-qorxu yolu ilə pul tələb etmə və s. bu kimi maddələrlə itham olunurlar. Yəni, onlara verilən maddələr məhkəmənin qapalı keçirilməsinə əsas vermir. İkincisi, məhkəmə qapalı keçiriləcəyi təqdirdə bu iş ətrafında müxtəlif mülahizələr irəli sürüləcək, şayiələr yayılacaq və s. Hətta Hacı Məmmədovun 1994-cü ildə MT-dən qaçışla əlaqədar qurumun sabiq rəhbəri Nərman İmranovun məhkəmə prosesi belə qapalı keçirilmədi. Xatırladaq ki, MT-nin işi ilə bağlı həmin qurumun yüksək vəzifəli onlarla generalı və zabiti həbs olunub. Onların hamısı cinayətkar qrup yaratmaqda, banditizm, korrupsiya və adam oğurluğu cinayətlərində itham olunurlar. Şimali Koreya lideri maraqlı açıqlama verib. O bəyan edib ki, Pxenyan ölkəyə qarşı əvvəllər düşmən siyasəti aparan dövlətlərlə münasibətlərini normallaşdıracaq. Bu barədə Reuters agentliyi məlumat yayıb. Əmək Partiyası və hökumətin ölkənin suverenliyinə hörmət edən və ona səmimi yanaşan dövlətlərlə münasibətlərini yaxşılaşdıracaq və normallaşdıracaq. Pxenyan ölkəyə qarşı əvvəllər hətta düşmən siyasəti aparmış dövlətlərlə də münasibətlərini normallaşdıracaq deyə Kim Chen In vurğulayıb. Bundan əvvəl Kim Chen In Pxenyanın nüvə silahının yayılmasına dair öhdəliklərinə əməl edəcəyini bəyan etmişdi. Sonda hətta dünyanın ən anormal lideri də bütün dünya ilə düşmənçiliyin normal halı olmadığını anladı. Amma biz hələ indi Şimali Koreya yolunu tutmağa başlamışıq. Gömrükçülər İrandan gətirilən hər iki blok siqaretin bir blokunu qanunsuz olaraq vətəndaşlardan alırlar. Astara rayon sakini 80 yaşlı Səfdər Nəsrov deyir ki, siqaret çəkənəm. Əvvəllər pensiyamdan hər ay 30-40 manat ayırıb siqaretə verirdim. Bahalaşma oldu, siqaretin qutusu 2-3 manata qalxdı. Almaq olmur, məcbur olub siqaret üçün İrana gedirəm. İranda qutusu 30-40 qəpikdir. Getmişdim İrana, şəxsi istifadə üçün 2 blok siqaret almışdım. Onun bir dənəsini Astara gömrüyündə əlimdən aldılar. Sənəd də vermədilər. 2 dəfə İrana getmişəm, hər dəfəsində belə olub. 80 yaşlı Səfdər Nəsrov bununla bağlı Dövlət Gömrük Komitəsinə müraciət etdiyini və hələ ki cavab ala bilmədiyini deyir. İrandan qayıdan rayonun digər sakini Hacı Ağa Zeynalov da gömrük ilə bağlı narazılığını gizlətmir. İrana bu il mayın 2-sində getmişdim. Şəxsi istifadə üçün 2 blok siqaret gətirmişdim. Onun birini əlimdən aldılar. Mən orada da dedim ki, bunu 55 ildir çəkirəm, ehtiyacım var. Axı qanun icazə verir. Dedilər olmaz. Əlimdən aldılar, sənədləşdirmədilər də. İranda bir blok siqaret 3 manatdır, bizdə isə 12 manata. Sərf edir. Sonra eşitdim ki, adamlardan aldıqları siqaretləri bazara çıxarıb satırlar. Mən kənd adamıyam, mənimlə nə üçün belə rəftar etməlidirlər ki? Astara Gömrük İdarəsinin növbətçi hissəsindən bildirdilər ki, onların vəzifəsi suallara cavab vermək yox, şikayəti olanları müvafiq şöbələrə yönəltməkdir. Dövlət Gömrük Komitəsinin saytında isə qeyd edilir ki, fiziki şəxslər gömrük sərhədindən şəxsi istifadə üçün 3 blok siqaret keçirə bilərlər. Lakin Astara Gömrük İdarəsi komitənin tələbinə əməl etmir. Çünki siqaret mafiyası buna imkan vermir. İqtisadçı Vidadi Mirzəyev belə deyir. Onun fikrincə ortada milyonlarla vəsait var. 2014-cü ildən bu yana siqaretin qiyməti 2 dəfə artıb. Klassik siqaretinin bir qutusu 70 qəpikdən 2 manat 20 qəpiyə qalxıb. Digər siqaretlər də elə. Bu da siqaret çəkənlərin ailə büdcəsinə zərbədir.
Onun deməsinə görə siqaretin kəskin bahalaşması təkcə devalvasiya ilə bağlı deyil. İqtisadçı hesab edir ki, burada süni qiymət artımı var. İrandan ən çox gətirilən Manchester siqaretidir. İranda bu siqaretin bir qutusu 40-50 qəpikdir. Bizdə isə 1 manata yaxındır. İranın bəhmən siqareti daha ucuzdur, kasıbların malıdır. Gün ərzində İrandan Azərbaycana 10 minlərlə dəyərində siqaret gətirilir. Azərbaycan öz əhalisini heç siqaretlə də təmin edə bilmir. Tütün hər yerdə bitir. Başqa ölkələrin istehsalına investisiya qoyuruq. Monopoliya siqaret mafiyası var. Sabiq gömrük işçisi Elman Hüseynov isə şəxsi istifadə məqsədi ilə gətirilən siqaretin müsadirə edilməsini özbaşınalıq hesab edir. Nazirlər Komitəsinin 305 saylı qərarı var. Həmin qərarda rüsumsuz mallar barəsində məlumat verilir. Hər bir vətəndaş şəxsi istifadə üçün xarici ölkələrdən 3 blok siqaret gətirirsə, gömrük idarəsi buna mane ola bilməz. Vətəndaşdan mal alınarkən sənədləşdirilməlidir və qəbz verilməlidir. Vətəndaş qanunsuzluqlar barədə Şirvan məhkəməsinə müraciət edə bilər. Məhkəmə də xərc istəyir. Ona görə də insanlar da nə edəcəklərini bilmirlər deyə Elman Hüseynov Azadlıq Radiosuna bildirib. Azərbaycan Saat Radiosuna şikayət edən Göyçay rayon Qaraməryəm kənd sakini Quliyev Səbuhi Fəxrəddin oğlu isə Göyçay rayon mərkəzi xəstəxanasında baş alıb gedən özbaşınalıqlardan cana yığıldığını deyir. O bildirir ki, qardaşı bir müddət əvvəl avtoqəzaya düşüb. O ağır vəziyyətdə olan qardaşını təcili şəkildə Göyçay rayon mərkəzi xəstəxanasına çatdırıb ki, həkimlər qardaşını sağaldıb həyata qaytarsınlar. Həkimlər isə xəstənin yaxınlarının başına elə oyun açıblar ki, yaxınları da xəstəliyə düşüb. Belə ki, canının hayında olan xəstədən əvvəlcə baş həkim Famil Zeynalov külli miqdarda rüşvət tələb edib. Daha sonra isə cərrah Famil Namazov peyda olub və yığıb xəstənin qohum-əqrabasını başına, başlayıb onlara həyat hekayəsini danışmağa. Normalda xəstəxanaya dövlət tərəfindən verilməli olan kisloroda qədər xəstənin qohumlarını aldıran Famil Namazov xəstənin qardaşına deyib ki, o həyatda çox şey görüb, çox şey edib. Nəşə çəkməkdən tutmuş banditliyə qədər. Mən çox üzər görmüşəm. Bəlkə də 1 milyondan çox mən Rusla qarşılaşmışam. Ondan da 2 qat çox Azərbaycanlıyım. İstəyir Bakısında, istəyir Ocağında, istəyir Göyçayında. Hər yerdə dəfələrlə olmuşam. Bəlkə də səndən yaşıd olaram, səndən balaca olaram. 29 yaşım var. Sən məndən balacasan. Təxminən 10 yaş balacasan, 39 da mənim. Görmədiyim, keçmədiyim yollar qalmayıb. Güllə də yarası almışam. Kimboksla məşğul olmuşam, nəşədə çəkmişəm, araq dəşmişəm, banditlik də etmişəm. Hər şey əlimdən gəlmişəm. Həyat təcrübəm böyükdür, eşidirsən məni. Vəziyyətin belə olduğunu görən Quliyev Səbuhi də baş həkim Famil Zeynalovun rüşvət alması, ruhi xəstələrə, karlara sürücülük vəsiqəsi ala bilmək üçün sağlamlıq haqqında arayış satması və cərrah Famil Namazovun nəşəli şəkildə xəstə əməliyyat etməsi ilə bağlı Göyçay rayon prokurorluğuna şikayət edib. Üstündən bir neçə gün sonra prokurorluqdan Səbuhi Quliyevə cavab gəlib ki, bəs biz araşdırdıq və müəyyən etdik ki, sizin iddialarınız əsassızdır. Nə Famil Namazov nəşə çəkir, nə də Famil Zeynalov arayış satır. Belə də olmalı idi. Çünki baş həkim Səhiyyə naziri Oqtay Şirəliyevin müavini Elsevər Əliyevin sinif yoldaşıdır və heç kim ona törətdiyi cinayətlərə görə bir söz deyə bilməz. Səbuhi Quliyev haqqını ala bilmək üçün baş həkimdən baş prokurora, ölkə başçısına qədər hər kəsə müraciət edib. Amma onun səsini eşidən, haqqını verən olmayıb. İndi isə o əlacı Amerika prezidenti Barack Obamaya müraciət etməkdə görür. Mən Göyçay rayon Qaraməryəm kənd sakini Quliyev Səbuhi Fəxrəddin oğlu. Mən ona görə Barack Obamadan kömək istəyirəm, dəstək istəyirəm ki, mən ölkəmizin prezidenti İlham Əliyevə neçə dəfələrlə Baş Prokurorluğa, Ədliyyə Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinə, Göyçay rayon xəstəxanasının baş həkimi Famil Zeynalov, cərrah Famil Namazov, travmatoloqlar Elman və Mərdalı doktorlar, baş həkimin müavini Ləman Hacıyevin mənim başıma qardaşımın avtoqəzası zamanı açdıqları oyun barədə müraciət etmişəm. Ailəmi pis vəziyyətə salıblar, sələmlərə düşmüşük, borca düşmüşük. Dövlət xəstəxanasında bizdən necə rüşvət tələb olunub, necə rüşvət alınıb, həkimin nəşə, Famil Namazovun nəşə çəkməyi barədə Ləman Hacıyevanın mənim korrupsiya qarşı mübarizə idarəsinə etdiyim şikayəti məndən heç bir izahat almadan, sübutlarımı ona təqdim etsəm də, heç bir izahat almadan bu cinayəti örtbasdır eləməsinə bağlı bir çox orqanlara müraciət etsəm də, Famil Zeynalov bu cinayətlərin hamısını örtbasdır eləyir.
Bunun da Famil Zeynalovun da arxasında duran Səhiyyə Nazirliyi müavini Elsəvər müəllimdir. O Famil Zeynalovla tələbə yoldaşı olub. Görünür bunların çox gözəl tələbələr illəri keçib. Ona görə də Famil Zeynalovdan olunan şikayətlər mən müraciət edirəm yuxarı instansiyalarına. Bəzilərindən cavab gəlir ki, göndərilib Səhiyyə Nazirliyinə araşdırılması üçün. Səhiyyə Nazirliyinin də Elsəvər müəllim imkan vermir ki, bu məsələ dəqiq düzgün araşdırılsın. İndi isə sizə daha böyük məmurların və onların qohumlarının etdiyi qanunsuzluqlardan bəhs edəcəyim. Burada söhbət Çavuşun, leytenantın gömrükdə 3 manatlıq siqareti mənimsəməsindən, həkimin 1000 manat rüşvət istəməsindən yox, şəxsən İlham Əliyevin doğma xalası oğlu olan Ədliyyə Naziri Fikrət Məmmədovun qudasının qardaşının və oğlunun özbaşınalığından gedir. Tələbə yoldaşının Göyçaydakı cinayətlərini örtbasdır edən Səhiyyə Nazirinin müavini Elsəvər Əliyevin qardaşı Elçin Əliyev özü qanunsuzluğun qurbanı olub. Bu dəfə isə Elsəvər müəllim heç öz doğma qardaşına da kömək edə bilməyib. Belə ki, Elçin Əliyev 4 il əvvəl Fikrət Məmmədovun qudası Qulu Əliyevin qardaşı Dableyka Əliyevə 100.000 dollar ödəyərək 1 hektar 30 sot torpaq sahəsini ondan satın alıb. Elçin Əliyev 4 il ərzində 300.000 dollar da xərcləyərək bu torpaq sahəsinin üstündə bir tikili tikib. İndi isə torpaq sahəsinin keçmiş sahibi Dableyka müəllim gəlib deyir ki, o vaxt uşaq olmuşam, bilməmişəm, o torpaq sahəsini heç neçəyə satmışam. İndi torpağımı qaytarın. Elçin Əliyev də haqlı olaraq məsələ ilə bağlı məhkəməyə müraciət edib. Lakin bütün məhkəmələr İlham Əliyevin xalası oğlunun qudasının qardaşı Dableyka Əliyevin xeyrinə qərar çıxarıb. Dableyka müəllimi məhkəmələrdə Bakı Hüquq Mərkəzinin 5 vəkili müdafiə edib. Onu da qeyd edim ki, Bakı Hüquq Mərkəzi Fikrət Məmmədovun oğlu Fariz Məmmədova məxsusdur və bu mərkəz Azərishiq, Azərenerji, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti kimi qurumlarla müqavilələr bağlayıb və ayda bu 3 qurumla bağlanan müqavilələrə görə 450.000 dollar gəlir əldə edir. Mərkəzin vəkillərinə isə o qədər səlahiyyət verilib ki, hətta adamlar məhkəmə zalında hakimlərə qarşı küçük deyə müraciət etməkdən belə çəkinmirlər. Yeri gəlmişkən bu Fariz Məmmədovu bir neçə il əvvəl Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyası sədri Səttar Məhbəliyevin hazırda Yasamal rayon polis idarəsinin rəisi vəzifəsində çalışan oğlu İsfəndiyar Mehbaliyev döyüb çənəsini sındırmışdı. Görünür, atası gül balasını çox erkən böyüdürmüş. Xaçmaz rayonunda intihar hadisəsinin baş verdiyi bildirilir. Rayon sakini 1992-ci il təvəllüdlü Murad Veysovun yaşadığı evin eyvanında asılmış meyidi aşkarlanıb. Reportun xəbərinə görə mərhumun cəsədini yaxınları aşkar ediblər. Hadisəni Xaçmaz rayon prokurorluğu araşdırır. Bu gün həm də Bakıda 51 yaşlı qadının sirkə turşusu içərək intihar etdiyi ilə bağlı xəbər yayılmışdı. İmişli rayonunda da intihar hadisəsi baş verib. APA'nın verdiyi xəbərə görə hadisə gecə saatlarında baş verib. Rayonun Sərxanlı kənd sakini 1999-cu il təvəllüdlü Şahmurad Tofiqoğlu Aslanlının fərdi yaşayış evinin həyətindəki yardımçı tikilinin damında asılmış meyidi aşkarlanıb. Onun meyidini asılmış vəziyyətdə səhər saatlarında BBC aşkar edib. Faktla bağlı İmişli rayon prokurorluğunda araşdırma aparılır. Siz Azərbaycan Saat Radiosunun efirində Türkiyə Lazer Türkün təqdimatında xəbər blokunu dinlədiniz. Gələn görüşlərə dək.